əslində həmişə onu deyirlər, ödəyirəm. Bir dəfə necəsə olsa, prosta ödəmədim. Uşaqlarla gedirdik səhərdə, ödəmədim. Tərsdən deyim ona, həmən vaxtı gəlir çıxır. Həmən problem nədə yarandı? Getdik uşaqlarla istirahətə, deməli gəldik. Uşaqlar gəldi, baseyndə, bura çimir eləyirlər. Bir də gördüm ki, müəyyən 2 gündən sonra uşaqlarda nəsə şey yaranır. Qızdırma zat, qalxma zat, sonra ay qulağım ağrıyır. Qulağa suda uşaqlarda ən çox olur. Qulağa suda olur. Hə, o istər-istəməz istirahət vaxtı da elədir ki, adam biraz rahatlaşırsan, tam valideyn olaraq tam fikir verməyə də bilirsən. O da 2-3 gündən sonra bir özəsən verir. Mən də onu mən uşaqlarla elə getməmişəm deyə bilmirdim də onu. Gəldi situasiya olaraq, sən demə belə yerlərə gedəndə ümumiyyətlə uşaqların burun, boğaz, qulaq məsələlərini ümumiyyətlə yoxlatdırmaq lazımdır. Yəni təmizlətdirmək lazımdır ki, ora gedəndə problem olmasın. Yəni böyüklərdə o situasiya olmur, amma şeylərdə, uşaqlarda olur o.